Yenidən bir daha xoş gördük hər birinizi. İndi artıq mən sizincilər üçün Sasanilər dövləti haqqında məlumat verəcəm. Yəni feodalizm quruluşundan danışdım və feodalizm quruluşunda yaranmış Sasanilər dövləti haqqında izaha keçirəm. Deməli, deyəcəyik ki, Sasanilər kim idi, harada yaranmışdı? Sasanilər İran dövləti idi, İranda yaranmışdı, Fars mənşəli bir dövlət idi. Əhəmənilərdən sonra bu ərazidə növbəti Fars mənşəli dövlət Sasanilər hesab olunur. Sasanilər bəs necə oldu meydana gəldi? Axı biz deyirik ki, əsasən onun torpaqlarında əvvəlcə Parfiya dövləti var idi. Parfiyanın varlığına eramızdan əvvəl, bizim eramı üzr istəyirəm, Parfiyanın varlığına bizim eranın artıq 226-cı ilində Ərdəşir Babəkən adlı şəxs son qoydu. Ərdəşir Babəkən Parfiyanın paytaxtı Ktesifon şəhərini işğal etdi. Ktesifon işğal olunması ilə Parfiyaya son qoyuldu. Ərdəşir Babəkən həmin ərazidə Sasanilər dövlətinin əsasını qoydu. Sasanilər dövləti yalnız Parfiyanı mı əhatə edəcək? Xeyr. Sonraki zamanlarda geniş işğalcı yürüyüşlər həyata keçirərək daha çox əraziləri əhatə edəcək deyəcəyik. Və Ktesifon şəhərini eyni zamanda bəzi testlərdə Mədain şəhəri də adlandırırlar. Bu cür də görə bilərsiniz. Bir də lap köhnə, bəlkə də 20 il öncəki kitablarda bu Ktesifon şəhərini və son illərdə bəzi kitablarda haqqında görə bilərik ki, Ktesifon şəhərini Qurt şəhəri adlandırırdılar. Düzdür, bu məlumat sizə çıxmaz qarşınıza, sadəcə ümumi məlumat kimi söylədim. Deməli, Parfiya süqut etdikdə sonra Sasanilər yarandı və Sasanilər Ərdəşir Babəkəndən başlayaraq artıq digər dövrlərdə də mərkəzləşmiş dövlət hesab olunurlar. Yəni artıq burada Sasanilər mərkəzləşmiş dövlət qururlar, asıl dövlətlər sisteminə son qoyurlar. Bu nə deməkdir? Mərkəzləşmiş dövlət nədir? Asıl dövlətlər sistemi nədir? Biri var deyirəm ki, Sasanilər müəyyən əraziləri işğal edirlər, ölkələri işğal edirlər. Sadəcə olaraq həmin ölkələrin hakimləri Sasanildən asılı vəziyyətdə qalırlar. Xarici siyasətdə həmin hakimlər heç kimlə əlaqə saxlaya bilmirlər. Yalnız daxildə özlərini idarə edə bilirlər. Bunlar artıq daxildə müstəqildirlər, xaricdən isə məhduddular, yəni müstəqillikləri yoxdur, azad deyirlər. Bu, asıl dövlətlər sistemidir. Amma Ərdəşir Babəkəndən başlayaraq və digər dövrlərdə də asıl dövlətlər sistemi yığışdırıldı, mərkəzləşmiş dövlət quruldu. Hansı ki, tabi edilən ölkələrin, vilayətlərin hakimləri tamamilə dövlətə tabi edildi. Bütün dövlətlərin hamısının varlığına son qoyuldu, ərazilər tamamilə işğal edildi, asılılıq sistemi qalmadı. Artıq birbaşa həmin orada olan hakimlərin hamısı birbaşa dövlətə tabi oldular və dövlət tərəfindən idarə olundu həmin ərazilər. Çünki dövlət, hakimiyyətdə olan şah tərəfindən həmin ərazilərə canişinlər təyin olundu ki, bu canişinlər və əraziləri idarə edirdilər. Bu da oldu mərkəzləşmiş dövlət sistemi. Sasanilər mərkəzləşmiş dövlət sistemi hesab olunacaqlar. Sonra dövlətin başında duran şəxs şahənşah titulu daşıyırdı və vilayətlərə başçılıq edən şəxslər isə şah titulu daşıyırdı. Dövlətdə ikinci hörmətli şəxs Zərdüştülük dininin baş məbədinin kahini hesab olunurdu. Və Zərdüştülük dinini demişkən, biz burada deyəcəyik ki, yəni sonraki hissədə mən izah verəcəm ki, Zərdüştülüyün baş məbədi əvvəlcədən də belə idi, Sasanilər ağalığı dövründə də Qazaka şəhərində yerləşirdi və bu Adurqüşnasp məbədi adlanırdı. İndiki İranda Təxt-i Süleyman adlı yerdə yerləşirdi. Və deyəcəyik ki, Sasanilər şahları özlərini deməli, xeyir hökümdarı Hörmüzdün nümayəndələri kimi təsvir edirdilər. İnsanlara bu cür çatdırırdılar ki, güya Sasanilər şahları xeyir tanrısı Hörmüz tərəfindən hakimiyyətə gətirilirdi və Hörmüzün nümayəndələri hesab olunurlar. Hətta bunu biz hardan görəcəyik? Sasanilər şahlarının dövründə deməli, öz adlarına kəsdirdiyi pulların üzərində bir tərəfdə hökümdarın təsviri, digər tərəfdə isə odun alovun təsvirinin olması artıq göstərir ki, onlar özlərini Hörmüzdün nümayəndələri hesab edirdilər. Daha sonra 227-ci ildə Sasanilər başladılar artıq işğalçılıq yürüyüşlərinə. 227-də Atropatena ərazisini işğal etdilər. Təbii ki, bu dövrdə Atropatena müstəqil dövlət yox idi. Vaxtilə 20-ci ildə Atropatena Parfiya tərəfindən işğal olunmuşdu. Yalnız buranı Parfiyanın canişini idarə edirdi. Həmin bu Parfiya canişini artıq 227-də mübarizə apara bilmir, məğlub olur. Atropatena bir əyalət olaraq, bir torpaq olaraq keçir Sasanilərin tərkibinə və Adurbadagan adlanır. Adurbadagan Sasani dilindən tərcümədə, yəni həmin dövrün tərcüməsində odun alovun himayəsində olan ölkə deməkdir. Bu cür adlanırdı.
və bu Atropatena ərazisini, yəni Adurbaqan ərazisini idarə etmək üçün Sasani şahları canişin təyin etmişdilər ki, bu canişinlər buranı idarə edirlər. Baxın, biraz öncə qoğadığım məqam burada yazmışam ki, Qazaka baş məbəd burada yerləşirdi, Adur Güşnas adlanırdı, indiki Təxti Süleymanda yerləşirdi. Daha sonra burada hələ ki Xosrov Ənişirvan dövrünə keçməmiş birinci Şapur haqqında danışmaq istəyirəm. Birinci Şapur 241-272-ci illərdə hakimiyyətdə olmuşdu və biz deyəcəyik ki, Ərdəşir Babəkyanın hakimiyyət dövrü 226-dan 241-ci ilə qədər idi. Təxminən 15 il hakimiyyətdə olmuşdu. 241-dən birinci Şapur gəldi hakimiyyətə. Onun dövründə Nəqş-i Rüstəm adlı yerdəki kitabədə qeyd olunan işğalçı yürüşləri haqqında burada işğal edilən ölkələrin adı çəkilərkən bunların içərisində Adurbaqanın, Albaniyanın və bir sıra ərazilərin adları qeyd olunur və biz bu Nəqş-i Rüstəm abidəsinə əsasən söylüyoruz ki, elə məhz Albaniya ərazisi də əvvəlki Atropatena ərazisi də Sasanilərin tərkibində olmuşdur. Yəni Atropatenanı bir əyalət kimi işğal ediblər, Albaniya isə özlərini asılı vəziyyətə salıblar. Daha sonra 1-ci Şapurun dövründə və ümumiyyətlə 3-cü əsr dövründə Sasanilərdə maniçilik dini təlimi yayıldı. Maniçilik dini təlimi nə idi? 3-cü əsrdə yarandı, Sasanilərdə meydana gəldi. Daha sonra isə əvvəlki Atropatena ərazisinə və digər ərazilərə yayıldı. Maniçilik təliminin əsasını Manni adlı bir şəxs qoymuşdu. Manni bütün dinlərin ləğv olunmasını istəyirdi, vahid bir dənə dinin yaradılmasını istəyirdi və istəyirdi ki, bütün dinlərdən olan bəzi elementlər bu vahid dində birləşsin. Yəni bir dənə din olsun, vahid bir din olsun, insanlar bu dinə sitayiş etsinlər. Sadəcə olaraq biz deyəcəyik ki, bu deməli maniçilik təlimi daha sonra Sasanilər tərəfindən yatırılsa da belə onun öz təsiri qalmışdı. Maniçilik təlimi daha sonra 5-ci, 6-cı əsrlər dövründə məzdəkilik hərəkatına öz təsirini göstərəcək. Belə ki, məzdəkilik hərəkatı əvvəlki maniçilikdən təsirlənib meydana gəlmişdi. Məzdəkilik hərəkatı nə idi? Kitabda qeyd olunur 5-ci, 6-cı əsrlər. Əvvəl kitablar qeyd edirdi ki, 481-də başlayıb 529-cu ildə yekunlaşmış hərəkat məzdəkilik hərəkatıdır. Məzdəkilik hərəkatının rəhbəri və əsası Məzdək tərəfindən qoyulmuşdu. Məzdək özü Təbriz şəhərinə anadan olmuş, Təbrizli idi və məzdəkilik hərəkatı da maniçilik kimi Sasanida yaranmış, Atropatenaya və digər ərazilərdə yayılmışdı. Və bu hərəkatın nümayəndələri bərabərlik istəyirdilər. İnsanların bərabər halda, varı kasıb olmadan eyni təbəqədə yaşamasını istəyirdilər. Ədalətlə cəmiyyətin idarə olunmasını istəyirdilər. Eyni zamanda burada biz deyəcəyik ki, onlar deyək də, mübarizə yolu ilə, silahlı mübarizə yolu ilə qalib gəlməyin olduğunu, yəni mümkün olduğunu düşünürdülər. Və hətta deyirlər ki, Məzdəkilər hərəkatının nümayəndələri xeyrin şər üzərində qələbəsinə inanırdılar. Maniçilərdən fərqli olaraq. Maniçilər buna inanmırdı, amma Məzdəkilər xeyrin şər üzərində qələbəsinə inanırdılar. Və Məzdəkilik hərəkatının nümayəndələri olacaq əsas iştirak verici qüvvələri kəndlilər, sənətkarlar, şəhərdə yaşayan yoxsullar və əyanların çox az bir qismi Məzdəkilər hərəkatının nümayəndələrini təşkil etmişdi. Əsasən bu hərəkat Sasani şahı 1-ci Qubadın dövründə yayılmışdı, təbliğ olunmuşdu. Hətta 1-ci Qubad onları dəstəkləyirdi, himayə etmişdi, onlara dəstək verirdi. Hətta 1-ci Qubadın dövründə Məzdəkin göstərdiyi səy nəticəsində o taxıl anbarlarından əhaliyə taxıl paylanmasına belə nail olmuşdu. Yəni quraqlıq vaxtı, aclıq vaxtı insanlara taxıl paylanmasına belə nail olmuşdu. Lakin belə bir sual çıxa bilər ki, ortaya nəyə görə Sasani şahı 1-ci Qubad Məzdəkilərin tərəfində idi? Çünki bəzi iri feodallara qarşı, ona tabi olmayan əyanlara qarşı, feodallara qarşı mübarizə aparmaq üçün 1-ci Qubad Məzdəkilərin qüvvəsindən istifadə etmək istəyirdi. Sadəcə olaraq zaman, məkan, şərait elə gətirdi ki, bu iri feodallar və əyanlar 1-ci Qubadı vurub taxtdan saldılar. 1-ci Qubad hakimiyyətdən düşdüyü üçün getdi, deməli, Mərkəzi Asiya və Cənubi Asiya hissəsində yerləşən Axund dövlətinin hökmdarı ilə qohumluq əlaqəsi qurdu və ondan kömək aldı. Axund dövlətinin hökmdarının köməyi ilə hakimiyyətə gətirilən 1-ci Qubad bu dəfə hakimiyyətə qayıtdıqda artıq Məzdəkiləri himayə etmədi. Onları himayə etməkdən boyun qaçırdı. Hələ üstəlik o Məzdəki və onun tərəfdarlarını hiylə ilə saraya dəvət etdi.
və saraya dəvət olunan şəxslər burada bilmədən, yəni xəbərləri olmadan zindana salındılar və məzdəkər hərəkatı yatırıldı. 6-cı əsr dönəmində, yəni il olaraq söyləyəcək 529-cu ildə məzdəkər hərəkatına son qoyulmuş oldu. Sonra burada mən qeyd eləmişəm, Sasani şahlarından 6-cı əsrdə hakimiyyətdə olmuş Xosrov Ənuşirvan haqqında, hansı ki 531-579-cu illərdə hakimiyyətdə olmuşdu. Xosrov Ənuşirvanın dövründə bir sıra sahələrdə islahatlar keçirildi. Vergi islahatı, inzibati islahat, torpaq islahatı. Vergi islahatına əsasən vergi sahəsində özbaşınalıq edən məmurların əl qolunu yığdı. Onları belə deyim, hansı ki bəziləri artıq vergi alırlar, bütün bunların hamısının qarşısını aldı, qayda qanun yaratdı və bundan əlavə olaraq 1-ci Xosrov Ənuşirvan qadınlardan, uşaqlardan, qocalardan, kahinlərdən, məmurlardan və hərbiçilərdən can vergisini almadı. Can vergisini almağı ləğv etdi. Sonra inzibati cəhətdən ölkəni deməli bir neçə hissəyə böldü. 4 kustaklık, yəni 4 belə deyim, canişinlik yaratdı. Bu canişinliklərdən də biri Sasanilərin şimal canişinliyi idi. Şimal kustakı idi. Kustak adlanır burada canişinlik. Və şimal kustakına hansı torpaqlar təşkil edir? Ümumiyyətlə biz deyəcəyik ki, Sasanilər yalnız İran, Atropatena, Albaniya ərazisindən ibarət deyil. Sasanilər böyük bir imperiyaydı, böyük bir ərazini əhatə edirdi. Və onların da şimal kustakına, yuxarı canişinliyini əhatə edən torpaqlar Albaniya və Adurbaqan torpaqları hesab olunurdu ki, buranda Adurbaqan şahı idarə edirdi. Və son olaraq olacağı məqam budur ki, Xosrov Ənuşirvanın dövründə torpaq sahəsində islahat keçirdi. Boş qalmış torpaqlar insanların istifadəsinə, yəni daha doğrusu hərbiçilərin istifadəsinə verildi. Ümumiyyətlə, belə deyim, Sasanilər ki, artıq biz deyirik 226-dan yarandılar, onların dövründən etibarən burada bir sıra torpaq mülkiyyət formaları var. Dastakert, bir dəqiqə buraya yazın, Dastakert, bir də xostak torpaqları var, bir də boş qalmış torpaqlar var. Hansı ki, mən dedim ki, Xosrov Ənuşirvanın dövründən 6-cı əsrdən başlayaraq boş qalmış torpaqlar hərbiçilərə paylandı. Yararsız idi, yəni istifadə yararlı torpaqlar deyildi, boş qalmışdı. Buna görə də onlar həmin dövrə qədər istifadə olunmamışdı. Sadəcə Xosrov Ənuşirvan hərbiçilərə payladı bu torpaqları. Lakin bundan əlavə burada Dastakert və xostak torpaqları var. Dastakert torpaqları irsə keçən torpaqları nəsildən nəslə keçirdi. Xostak torpaqları isə şərti verilən torpaqlar idi, yəni müəyyən bir xidmət müqabilində verilir, daha sonra isə əllərindən alınırdı. Dastakert torpaqları əsasən də, yəni irsə keçən torpaqlar əsasən Zərdüştlük dininin baş kahinlərinə verilirdi, çünki onlara böyük xidmət olunurdu. Çünki dövlətdə şahənşahdan sonra ikinci şəxs hesab olunurdular. Bunlar Sasani ağalığı dönəmindəki torpaq mülkiyyət formaları idi. Əgər yox, biz Sasani ağalığı dövründə vergidən danışsaq, o zaman deyəcəyik ki, xaraq vergisi və gezit vergisi var. Xaraq vergisi nədir? Xaraq məhsul vergisidir, hansı ki kəndli torpağı, yəni torpaq sahibinin torpağını əkir, becərir, müəyyən qədər məhsul əldə edir. Bu məhsuldan ki, müəyyən bir hissəsini torpaq sahibinə verir. Bu məhsul vergisi xaraq adlanırdı Sasani ağalığı dövründə. Gezit vergisi isə can vergisidir. İnsanlar hər bir öz yaşamaqlarına görə, o torpaqda mövcud olmaqlarına görə hər kəs öz can vergisini ödəyirdi və artıq Xosrov Ənuşirvanın dövründən deməli qadınlar, uşaqlar, qocalar, kahinlər, məmurlar, hərbiçilər can vergisindən azad edildilər. Yəni yerdə qalan şəxslər ancaq can vergisi ödəyəcəkdir. Sasanilər dövlətinin bir qismi haqqında bu qədər danışdım. Növbəti videomuzda artıq ikinci hissəsi haqqında məlumat verəcəm. Oldu, sağ olun.